Rəfiqəmlə gəzməyə çıxmışdıq. Bir oğlan yaxınlaşıb nömrəmi istədi. Nömrəmi deyil də sosial şəbəkəni verdim. Arada gizli-gizli ona yazırdım. Çox keçmədi ki, görüşmək istədi. İçimdə bir tərəddüd olsa da axırda razılaşdım. Münasibətimiz elə bir həddə çatdı ki, o artıq məni idarə edirdi. Sosial şəbəkənin parolunu aldı və dostlarımla əlaqəmi kəstirdi. Aramızda yaş fərqi çox idi, amma mən ona inanırdım. Evdəkilər şübhələnib telefonumu əlimdən alsalar belə, gizli yollarla ona yazmağa davam edirdim. Bir gün evə gec gəldim, qardaşım hər şeyi anladı. Ailədə böyük bir dava qopdu. Anamdan başqa evdə hər kəs mənə düşman kəsildi. Hətta oğlanı polisə şikayət etdilər. Mən isə şöbədə bütün günahı öz boynuma götürdüm ki, tək o azad olsun. Mənə onun başqa qızla şəkillərini göstərdilər. Dünyam başıma yıxıldı, aylar keçdi, yenə yazdı. Amma artıq heç nə əvvəlki kimi deyil idi. O başqasını hələ də unuda bilmirdi. Mən isə hələ də o xəyanətin içində çırpınıram. İndi mənə deyin, bu qədər fədakarlığın qarşılığı bu idimi?